Sən də artıq çəkidən, iştahın çox olmağından bezmisən və hər gün nə yeyirsən kökəlirsən. Yaxşı, bəs qısa formada arıqlamaq istəyirsənmi tez bir zamanda? Bunun üçün sən xrom preparatı qəbul etməlisənmi? Gəlin aydınlaşdıraq. Dostlar, öncəliklə bildirim ki, xrom metal elementidir və insan orqanizmində də mövcuddur və insan orqanizmində də olan mikroelementlər siyahısındadır. Xromun əsas funksiyası nədir? Öncə onu deyim. Xrom glukoza metabolizmində iştirak edir, yəni şəkər metabolizmində iştirak edir və insulin siqnalizasiyasını təmin edir, belə deyək. Lakin burada bir əmma var. Xrom çatışmazlığı deyə bir klinik mənzərə demək olar ki, bir əhəmiyyət daşımır. Çünki çox nadir hallarda insanda xrom çatışmazlığı ola bilər ki, bu da məsəl üçün bir insan uzun müddət parenteral qidalanmalıdır. Yəni ağız vasitəsilə qarışıq qidalar deyildir, məhz damara yeridilən qidalar vasitəsilə qidalanır. Yəni müəyyən intravenulyar preparatlarla. Yaxşı, xrom doğrudan da bizim iştahımızın kəsilməsində, həmçinin yağın əridilməsində iştirak edirmi? Öncə bunu bilmək üçün gərək aparılan tədqiqatları aydınlaşdıraq. Ümumiyyətlə, xrom haqqında aparılan tədqiqatlar olduqca məhduddur və çox kiçik bir insan çərçivəsi arasında həyata keçirilir və qısa müddətdə həyata keçirildiyinə görə xrom üzərində aparılan tədqiqatlar verdiyi nəticə kifayət etmir. Çünki xrom bu müddət ərzində aparılan kiçik bir çərçivədə olan testdə məlum olub ki, təqribən insanların cəmi 1 kiloqram çəki itkisi olub və iştahlarının azalması da çox cüzi olub. Yəni, bu bizə heç bir kliniki bir nəticə vermir. Ümumiyyətlə, bir maddənin təsir etməsini bilmək istəyiriksə, onun dərman funksiyasını və yaxud da insan orqanizmində hansı fəaliyyəti yerinə yetirdiyini bilmək istəyiriksə, təbii ki, kliniki tədqiqatlar aparılmalıdır və kliniki tədqiqatlara əsasən son nəticə deyilir. Ümumiyyətlə, arıqlamaq istəyiriksə, əgər bizdə heç bir metabolik pozğunluq yoxdursa, normal həyat fəaliyyətimiz, yəni orqanizmimiz varsa, ümumiyyətlə, arıqlamaq istəyiriksə, mütləq surətdə bu uzun prosesi keçmək lazımdır. Çətindir, bəli, çətindir. Qidalanmamıza fikir verməklə, nə qədər yeyirik, nələri yeyirik, fiziki aktivliyimiz nə səviyyədədir, biz gəzirikmi, gəzmirikmi, qısa bir məsafəyə bəzən insan maşınla gedib gəlir. Yəni, bu özü belə kökəlməyimizə bir səbəbdir. Fiziki aktivliyimiz, qidalanmağımız və təbii ki, stressdən bacardığımız qədər uzaq durmağımız arıqlamamıza kömək edən əsas vasitədir və təbii ki, bu da qısa müddətdə deyil, uzun müddətdə baş verir. Bəli, razıyam, insan tez kökəlir, amma gec arıqlayır.